Doktorum, əzizim, gözəl bacım, Hər Könül kəsin gün Xanlardanova, ortası xoş xeyir gəldin. olsun. Çox sağ olun ki, neçə vaxtı yox idim məndə. Belə gözəl xanımlarla, belə gözəl efirdə bizi, belə deyim, görüşdürürsüz və insanlarımıza da həm gözəl musiqilər dinləyirlər, həm də maariflənirlər. Mən hər zaman deyirəm ki, Allah bizi, düzdür, canımızı hər birimizin sağlam eləsin. Amma yolumuzu da salanda məhz həqiqətən də gözəl həkimlərə, etibarlı həkimlərə, güvəndiyimiz həkimlərə salsın. Həkim nəzarəti çox vacibdir da, doktor. Çox önəmlidir. Baxın, həqiqətən buradan elə çəki vermək istəyənlərimizə, elə xanımlara əyləşmişik. Yəqin ki, bizi izləyənlər də çoxları xanımlardır. Bəli, Baxın, bizə müraciət edən pasiyentlərimizdən hansı ki, onkoloji və qeyri-onkoloji, hətta onkolojiləri ən çox soruşduran sual, doktor, bundan sonra nə ilə qidalanmalıyıq? Və yaxud da ki, adət pozunluğu ilə gələn xanımlarımız, doktor, axı mən çəki verə bilmirəm. Və bəzən onlara deyəndə ki, o gün bir cavan qızımıza baxırıq, yumurtaqların polikistik over sindromudur. Və ona deyirəm ki, həddindən çox kökdür, kiloludur. Deyirəm ki, minimum 25 kilo verməlisiniz. Deyir, doktor, axı mənə resept yazmadınız. Deyirəm, sizin reseptiniz budur. Sizin qeyd elədiyiniz kimi, mən pəhriz eləyirəm, deyir, doktor, özüm arıqlayıram, kökəlirəm. Bax, özünüz elədiyinizə görə arıqlayırsınız, kökəlirsiniz. O pəhrizlərim, məsələn, mən orqanizmimi tanıyıram, həkim olduğum üçün təbii ki, araşdırıram. Mən də kilo verməyimdə mütləq professionallara müraciət edirəm. Buradan Pərvanə xanıma, Sevda xanıma təşəkkürümü bildirəcəm, o heç öz yerində. Amma həkim nə qədər də olsam, bədənimi tanısam, bütün elementləri bilsəm, yenə də həkim dəstəyi ilə arıqlayıram, kilo vermək lazımdırsa. Sağlamlıq da odur. Və əgər siz düzgün aparılmayan pəhrizlər edirsinizsə, sizə lazım olan mikroelementləri qəbul edərmirsinizsə, mənim hər zaman dediyim bir söz var, qurban olduğum mükəmməl bir qadın orqanizmi yaradıb, yəni mükəmməl hormonlarla idarə olunan və bizim yersiz elədiyimiz hər bir şey və yaxud da ifrat elədiyimiz hər bir şeyə bədən 2 qat cavab verir və əmin olun ki, o negativ cavabını verir, pozitiv cavabını vermir. Və həkim nəzarətində arıqlamaq çox önəmlidir. Elə belə xəstəliklərin profilaktikasında düzgün həyat tərzi demirik. Bura düzgün hərəkət və fiziki və qidalanma düzgün və zehinsel yuxu rejimidir, sinir sistemidir. Düşünürlər ki, mən bir dəfə qidalanıram, nə yeyirəm ki? Sizin bədəniniz o bir dəfə qidalanmaq üçün proqramlaşdırılıbmı? Deyil. Siz 3 dəfə bədənimizə lazım olan qidanı verməlisiniz ki, bu hüceyrələr fəaliyyət göstərsin. Baxın, biz hərəkət eləyirik. Bizim hüceyrələrimizin daxilində də bizim hərəkətlərimiz var. Suda onlar maddələrin mübadiləsi gedir. Mən su içməsəm, o maddələrin mübadiləsi necə gedəcək? Və aktiv hərəkət eləməsəm, necə gedəcək? Lazım olan qidanı, bu maşına bu benzini tökməsən, getməyəcək axı. Sən bu hüceyrəvə lazım olanı verməyəndən sonra olmayacaq. Bir dəfə qidalanma ilə iş olunmur.